Qazaxıstan, Azal təyyarəsinin qəzasının səbəblərinin texniki araşdırılması üçün zəruri olan müayinələrin nəticələrini avadanlıq istehsalçılarından alıb. Hazırda komissiya üzvləri, o cümlədən Rusiya ilə birlikdə nəticələri yekunlaşdırırıq. Globalnet xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin muavini Kanat Bozumbayev jurnalistlərə bildirib. İstintaq davam edir. Avadanlıq istehsalçılarından, yəni GPS izləyicilərindən, naviqasiya avadanlıqlarından və təyyarə istehsalçısından bütün zəruri müayinələr alınıb. Nəticələr hazırda ümumiləşdirilir və bu nəticələr komissiya üzvləri ilə razılaşdırılacaq. Bildiyiniz kimi komissiyaya Azərbaycan, Qazaxıstan, Rusiya Federasiyasından mütəxəssislər, Embraer nümayəndələri və Beynəlxalq Mülki Aviasiya Agentliyinin nümayəndələri daxildirlər. Buna görə də Beynəlxalq Agentliyin standartlarına uyğun olaraq Qazaxıstan yaxın bir neçə ay ərzində nəticələri ümumiləşdirməlidir. Bu texniki aspektlərə aiddir, deyə Bozumbayev bildirib. Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qrozniyə uçan Azal aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. 2025-ci il yanvarın 7-sində Braziliyada Aktau yaxınlığında qəzaya uğramış Azərbaycan Airlines təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd olunub ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. 2025-ci il fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.